Üzüyübə baxaq, bax. Bu həyatda bir nəyi dərk elədim. İnsanlar düşənin yox, qalxanın yanında olur. Valla şıntır ol, əxlaqsız ol, ədəbsiz ol, kim olursan ol. Bu olsun, bir də daydayın olsun. Sənin yanında necə insanlar istəsən olacaq. Düz ol, namuslu ol, qiriyyətli ol, amma aşağı ol, sənin yanında heç kəs olmayacaq. Mən bir müddət canlaşmadım, bir müddət buradan uzaqlaşdım. Mən dostumu da, ətrafımı da, çörək verdiklərimi də, qapımı açdıqlarımı da, ondan sonra çörək verdiklərimi də, cibinə pul qoyduqlarımı da, pis günlərində yanında olduqlarımı da, rüsvay olub biabır olanda hamının linçlədiyi bəzi insanların yanında mən olduqlarımı da mən gördüm. Mən həqiqətən də bu mənə çox böyük dərs oldu. Və mən aynada oturdum, özümə kişi qızı kimi söz verdim ki, mən sildiyim insanlarla heç vaxt əsla nə salam kəsərəm, nə sağ ol kəsərəm. Deməli, mən özümə hörmət eləmərəm. Valla. And ol Allaha. Qurana and olsun. Mən bacardığım qədər bu həyatda hər kəsə yaxşı olmuşam. Düz deyə ola bilər dilim acıdı haqsızlığa görə. Amma insanlar çox nankordular əksəriyyəti. Çox. Bax bu halal yeyilən bərəkət and olsun. Çox. Düz adamın qabağına nankor çıxır, nankorun qabağına düz çıxır. Süpürgə eləyin saçlarınızı ərlərinizə. Süpürgə eləyin. Qap şampunundan başqa heç nə istəməyin. Bir dənə xonçalıqdan gələn cındır paltarda ömrü boyu yatın durun ki, ərim ev tikir, ərim nəsə edir, ərim ağ günə çıxsın, ondan sonra özümə paltar alaram. Elə qadınların bəxti olsa gəlin mənim ağzıma poxu yığın siz. Harda çöldə qalmış, harda özünə hörmət eləməyən, harda ərini boynuzlayan, harda sevgilisini boynuzlayan, harda ərini onun bunun yanında başını aşağı salan, harda özünə hörmət eləməyən, harda özünü belə bivec aparan insanlar var. O insanların bu həyatda bəxti gətirəcək. Bu sözü mən sizə burada deyirəm, yazıram da bura. Ərinizə saçınızı süpürgə eləyəsəz, bəxtiniz olsa gəlin mənim üzümə tüpürün. And ol Allaha olmayacaq bəxtiniz. Ona görə də ağlınız var, özünüzə baxın, özünüzə gün ağlayın, yeməyinizə, içməyinizə, bəzənməyinizə, düzənməyinizə. And ol Allaha. Küçədə qalmışların bəxti yaxşıdır, kim sizin? Həyat belədir və bunu tələb edir. Əgər evdə deyir, saçını kəstirmə, sən mənə belə qəşəngsən, dırnaq qoydurma, sən mənə belə yaxşısan, filan şey eləmə, sən mənə belə yaxşısan, amma çölə çıxanda ağzının suyu axır düz ayağına qədər. Ağzının suyu axır düz ayağına qədər. Ağzının suyu axır.